salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərə 6-cı sinif ingilis dil dərsliyindən səhifə 101 və 102-nin izahını verəcəm. Deməli, burada bizim onlayn formumuz vardır. Onları oxuyaq, tərcümə eləyək. Ondan sonra isə tapşırıqlarını həll edək. Deməli, birincini oxuyuram, hansı ki 2 gün əvvəl post edilibdir. I'm just thinking about forests and about why people are cutting down trees to create fields. Deyir ki, mən sadəcə meşələr haqqında düşünürəm və nə üçün insanlar tarlalar yaratmaq üçün ağacları kəsirlər. I learned in school that there is deforestation in Mexico because people want to make fields for meat production. Deyir ki, mən məktəbdə öyrəndim ki, Meksikada meşəsizləşdirmə vardır. Deforestation meşəsizləşdirmə deməkdir. Çünki deyir, insanlar ət istehsalı üçün tarlalar yaratmaq istəyirlər. I'm very cross about it. Mən bu haqda çox əsəbiyəm. To be cross it, əsəbi olmaq. To be cross, daha doğrusu əsəbi olmaq deməkdir. Bu barədə çox əsəbiyəm. How do you feel about deforestation in your country? Ölkəndəki deyir, meşəsizləşdirmə haqqında nə düşünürsən? Daha sonra Sonyanı oxuyuram. O da bir gün əvvəl post edibdir. Deməli, baxaq, I'm from the Amazon. Mən Amazondanam. Deforestation is a big problem here today. Bu gün burada meşəsizləşdirmə böyük bir problemdir. I'm cross too. Mən də əsəbiyəm. And I am worried about the water in the atmosphere. Deməli deyir ki, mən atmosferdəki suya görə narahatam. When we cut down trees, we get less rain. Less rain, yəni daha az yağış əldə edirik. Deyir ki, biz ağaclar kəsəndə daha az yağış əldə edirik. Demək alırıq. The Amazon needs the rain. Amazonun yağışa ehtiyacı var. Daha sonra Nora. When we cut down trees, animals die. Biz ağacları kəsəndə heyvanlar ölür. I'm from Borneo and we lost over 100,000 Bornean orangutans between 1999 and 2015. Deməli deyir ki, mən Borneodanam və biz 99-cu illər və 2015-ci il arasında deməli 100.000-dən çox Borneo orangutanını itirdik. We don't want to lose more. Biz daha çoxunu itirmək istəmirik. Orangutans are so interesting. Orangutanlar çox maraqlıdırlar. However, they need the forest to live. Where can they go without the forest? Deyir ki, baxmayaraq ki, onların yaşamaq üçün meşələrə ehtiyacı var. Bəs haraya gedə bilərlər meşələrsiz? Daha sonra Uganda'dan olanı oxuyaq. Deməli, o da 2 saat əvvəl post edilib. I live in Uganda and we are losing a lot of our forests. Look. Mən Uganda'da yaşayıram və biz çoxlu meşələrimizi itiririk. Bax, cədvəl veribdir 90-cı il, bir də 2015-ci ildəki fərqi. It's really bad. Bu həqiqətən çox pisdir. From 1990 to 2005, we lost about 63%. Deməli, 90-cı ildən 2005-ci ilə qədər təxminən 63% meşəmizi itirmişik. We need forests for our food. Bizim deməli qida üçün meşəyə ehtiyacımız var. And our home is here. Bizim evimiz buradır. And we use plants for medicine. Biz dərman kimi də bitkilərdən istifadə edirik. My family and I need the forest to live. Ailəmin və mənim yaşamaq üçün meşəyə ehtiyacı var. So, I'm really worried. Beləliklə mən həqiqətən də narahatam. Daha sonra baxıram tapşırıqlarımızda. Deməli, uşaqlar, burada birincidə deyir ki, how many threads or topics are there in the text? Neçə başlıq var? Yəni burada bizim bir başlığımız vardı da. O da deforestation'da hamı bu haqda danışır. Deməli ona görə də bir başlığımız olacaqdır. Cavab oldu A, daha doğrusu birinci. How many answers does the main post have? Baxın, deməli bir main postumuz vardı bizim və qalanları ona cavabdır. Main postu necə tapdıq? Baxın, bu 2 gün əvvəl yazıbdır. Ondan qalanlar 1 gün əvvəl budur, 4 saat əvvəl budur, 2 saat əvvəl budur. Deməli ən birinci mövzunu word'in açıbdı, ondan sonra onun cavabları gəlibdi. Deməli burada bizə deyir ki, neçə cavab vardı? 3 cavab vardı. Kim yazıbdı? Ən birinci word'in yazmışdı dedik və axırıncı isə demə mövzu nə idi? Cutting down trees, ağaclar kəsmək. Daha sonra baxıram ikinci tapşırığımızda Sonya nə haqqında narahat idi? Sonya deyirdi ki, daha az su alır da, daha doğrusu yaxşıya görə narahat idi ki, meşəsizləşdirməyə görə daha az su alırıq. Deməli, bir olacaqdı C. Nura heyvanlara görə narahat idi. Deyirdi ki, deməli, meymunların sayını deyir ki, bu qədər meymun itirmişik artıq, daha çox itirmək istəmirik. Demək, Uganda'da insanlara, çünki deyir ki, meşələr bizim evimizdir. Daha sonra baxıram burada bizim deməli verilmiş qara hərflə verilmiş sözlərin antonimini, opposite antonimini tapmalıyıq. Cut down trees ağacları kəsmək deməkdir. Deməli kəsmək, əkmək bir olacaqdı debəndi. Less rain daha az yağış, daha çox yağış, more rain. Animals da heyvanlar ölür, animals live heyvanlar yaşayır. A olacaqdı. We don't want to lose more daha çoxunu itirmək istəmirik. C-də də itirmək, tapmaq olacaqdır. Düzgün oldu C. Daha sonra baxıram burada bizim true false'umuz vardı. Onu da işləyək və səhv olanlarına izah da verməliyik.
İkidə deyir ki, Sonya və Nora are from the same continent. Bu ikisi eyni qitədəndir. Xeyr. Orada deyirdi ki, deməli Sonya Amazondan idi. O da deməkdir ki, she is from South Africa. Amma Nora isə Borneodandır, o da Asiyadandır. Yəni she is from Asia. Bu belə. Daha sonra there is bu oldu false. Deməli burada more yox, less olmalıydı. Onun üçün bu da yanlışdır. Burada yenə də false yazmalıyıq. Daha sonra false. Orangutans lose their homes when the forest is destroyed. Orangutanlar evlərini itirirlər, meşələr ləğv olunanda, dağıdılanda, yəni. Bəli, bu düzgünüdür. True. Və burada da there some medicines are from plants. Bəzi dərmanlar bitkilərdəndir. Bəli, bu da düzgünüydü, bu da oldu true. Daha sonra burada opinion, bir də fact vardı. Opinion biz bilirik ki, nisbidir. Fikir nisbidir də, yəni ki, misal üçün, kiminə görə yaxşı olan, kimisə görə pis ola bilər. Birinin xoşladığını digəri xoşlanmaya bilər. Yəni what a person thinks olacaqdı opinion. Fakt odur ki, bunu sübutlandı faktlar. Yəni heç kim dəyişə bilməz. Günəş şərqdən çıxır, qərbdə batır. Bəli, Azərbaycan paytaxtı Bakıdır. Bəli, bunlar faktdır. Bunlar haqqında artıq kimisə öz fikri ola bilməz. Yəni what you can prove, nə ki, sübut edə bilirsən. Burada siz artıq fakt və fikir haqqında bir neçə cümlə yazmalısınız. Burada isə sizə deyir ki, yenidən onlayn formu oxuyun və 2 fakt haqqında yazın. O da burada siz illərlə veriləni yazsanız, misal üçün 99-cu il və 2015-ci il arasında 100 mindən çox orangutanı itirmişik. Bu bir faktdır. Daha sonra burada görürsünüz, cədvəldə sizə verilib 90-cı illə 2005-ci il arasında 63% deyir meşəmizi itirmişik. Deməli, bu da həmçinin faktdır. Bu qaydada yaza bilərsiniz. Növbəti videolarımızda yenə də izahlara davam edəcəm. Sağ olun.